Əgər mən şəxsi fikrimi sanki beyin bir qlobal bir həqiqət kimi düşünüb onu insanlara çatdırıramsa, məsələn deyirəmsə ki, bu belədir deyirəmsə, hə, o təbii ki, burada problem yaranır. Çünki insanlar da düşünür ki, bunun şəxsi fikri bir həqiqətdir. Çünki onun o fikri demə tərzi elə onu göstərir də ki, bu belə olmalıdır. Məsələn, mən deyirəm ki, suyun tərkibi əslində siz bilirsiniz H2O-dur, amma əslində H2O deyil də, H3O-dur da məsələn deyirəm. Düzdür? Əgər mən bunu konkret bir necə deyirlər, bir dəqiqləşdirilmiş bir informasiya kimi ortaya qoyuramsa, hə, mən burada artıq yanlış edirəm. Niyə? Çünki başqa insanlar da düşünür ki, suyun həqiqətən də suyun belə deyək də formulu da H3O-dur və insanlar bunu həqiqət kimi qəbul edir və mən burada artıq belə deyək, nə etmiş oluram? Birincisi, öz fikrimi həqiqət kimi insanlara çatdırmış oluram. Bu birinci səhv. İkincisi də eyni zamanda da dezinformasiya yaymış oluram. Çünki mənim fikrim yanlışdır və yaxud yanlış deyil, doğrulanmağa möhtacdır və mən bunu ortaya qoyuram və insanlar bunu doğru kimi qəbul edir. Çünki insanlar araşdırmırlar da baxdıqları informasiyanı.